Ambiyəsindən danış. Sən mənə deyinə ki, Balalı, sən nə proyektin var qarşıda? Eşitmişəm ki, nəsə bir proyektin alınır. Sözümü dedim, Kim sənə tələ qurur, ondan danış sən. Kim tələ qurur? Balalı, aya nə qədər pul verirsən banka? Neyvə lazım? Kömək edəcəksən mən. Hə, lazımdır, istəmə. 2000-ni verəcəm. De görəm nə qədər. Nə? Özüm ölü bit adam, maşallah. Ölüm nə? Ölü bit. Ölü bit də, yəni. O nə deməkdir ölüm bit? Yəni özümün... Ölümü bildim, it nə idi, onu yapışdırdım ora. Bit yox, bit. Bit nədir, belə bir söz var ki, özümüz ölü bit zat deyilik də, yəni gücümüz var. Mən Allah şükür heç kimə ehtiyacım yoxdur. Sən dədənin canı, aya nə qədər pul verirsən? Qazandığımı soruşursan, verdiyimi yox, aya nə qədər kreditə pul verirsən? Neyvə lazım demirəm. Dədənin canı dedimi? Nə olsun, atamın canında and içməz, hər şey danışmalıyam burada. Bax, görürsən, illərdir. Səni qıdıqlasam hər şey danışacaq, demir. Bizim prodüserə zəng eləyib, niyə demişsiniz ki, mən niyə uşaq-muşaqla çağırmışam? Sözü bunlara atırsın. Mən sizin prodüserəm, mən ümumiyyətlə bizim redaktorumuza prodüserlə danışmıram. Mən təxmin... Uşaq, təmin uşaq ki. Elə şey olmaz. Elə demişdi, mən elə eşitdim. Bax, sən də atan sifəti olub, qırışdırma aranı. Sən atonun yolunu ged, amma yaxşı tərəflərdən ged. Daş kəsəyi salma özümü. Mən ümumiyyətlə heç bir verilişlərə söz demərəm. Mən görsəm ki, orada nəsə artıq adam var, vallahi məni ora həmən ola bilər ki, veriliş 15 dəqiqə qalmış, mən fikrimi dəyişərəm, gəlmərəm. O da mənim kimi dəlidir, bu artıq. Mən belə adamam, amma bunlar mənim qardaşlarımdır, özü təxmin çox yaxşı oğlandır. Ağıllı oğlandır. Çox sadə oğlandır, çox mehribandır və hətta olduğum yerdə də çalışır ki, dostlarına dayaq olsun. Bəzən